Salam hörmətli tamaşaçılar, xoş gördük sizi. Açıq Tribuna verilişi yenidən efirdədir və biz sizinlə növbəti yeni maraqlı bir mövzu ətrafında fikir mübadiləsi aparacağıq. Biz sizə söz vermişik ki, istər cəmiyyətimiz üçün, dövlətimiz üçün, istərsə də ayrı-ayrı insanlar üçün çox maraqlı olan mövzuları müzakirəyə çıxardaq. Və bu mövzuların müzakirəsini təbii ki, mütəxəssislərlə, o sahənin biliciləri ilə müzakirə edək. Növbəti söhbətimiz və müzakirəmiz bir kitab haqqında olacaq və bu kitab haqqında kitabın müəllifi ilə bağlı bir maraqlı söhbət aparmaq fikrindəyik. Bu kitab adlanır Böyük Azərbaycan naminə və burada görkəmli dövlət xadimi Əziz Əliyev haqqında söhbət gedir. Mənim həmkarım və jurnalist dostum Faiq müəllim Hüseyev bu kitabla bağlı mənlə söhbət aparanda açığı mən bilmirdim ki, belə xüsusi belə deyək, arxivlərlə işlənmiş bir kitabdır və burada Əziz Əliyevin heç bir oxucuya, heç bir dinləyiciyə, heç bir tamaşaçıya məlum olmayan burada faktlar var və həddindən artıq çox maraqlı da faktlardır. Mən söhbəti çox da uzatmaq istəmirəm və doğrudan da bir oxucu kimi məndə də çox böyük maraq yaratdı bu kitab və ona görə bu kitabın müəllifi Adgözəl müəllim Məmmədovu studiyamıza dəvət etdik və o da çox böyük məmnuniyyətlə studiyamıza qonaq gəldi. İndi bu kitabın müəllifi ilə biz söhbətimizi davam etdirəcəyik. Adgözəl müəllim, xoş gəlmisiniz. Sağ olun, çox sağ olun. Xoşunuza gələk. Adgözəl müəllim, siz həkimsiz. Bəli. Və maraq doğuran məqamlardan biri bu oldu ki, siz mən bu kitabla tanış olduqca gördüm, həddindən artıq çox arxiv materiallarına baş vurmusunuz. Doğrudur. Bu nədən qaynaqlandı? Əvvəla dəvətinizə görə təşəkkür edirəm, Hakim müəllim. Siz həqiqətən də bizim duayen jurnalistlərdənsiniz. Mənim üçün böyük şərəfdir ki, sizin apardığınız verilişin qonağıyam. Çünki Hakim müəllim həmişə Azərbaycan ictimaiyyətində, Azərbaycan cəmiyyətində öz kristal təmizliyi ilə və eyni zamanda da bir müstəqil fikirliyi ilə fərqlənib. Ona görə də Hakim müəllim, mən əvvəla onu qeyd edeyim ki, həqiqətən də mən Əziz Əliyev şəxsiyyətinə, Əziz Əliyev böyüklüyünə, onun ictimai siyasi nəhəngliyinə maraq elə uşaq vaxtlarından, atamdan bir miras kimi qalıb mənə. Atam da həkim idi, uzun illər rəhbər vəzifələrdə işləyirdi və bizim evdə Əziz Əliyevin böyük bir portreti vardı. Özü atam onu xüsusi, belə deyək də, hər adamın girmədiyi bir otağa çevrilmişdi və böyük bir rəğbəti var. Bir başqa otaqda da Nəriman Nərimanovun portreti vardı. Sanki həkim kökənli Azərbaycanın ictimai siyasi xadimlərinə bir kişinin sevgisi vardı. Bu sevgi də istər-istəməz elə bizim o deyək, genimizə, bizim şuurumuza, bizim düşüncəmizə, bizim varlığımıza işləmişdi. Və həqiqətən də mən Əziz Əliyev mövzusuna qədər bir çox deyək, tədqiqatlarım olub. Əlbəttə, burada anam da tarixçi idi, çox maraqlıdır. Anam da tarixçi idi. Sanki bunun sintezi kimi mən tədqiqatlarımda və kitablarda bunu tətbiq elədim. Deməli, siyasi tariximizə, siyasi liderlərin, belə deyək ki, fərdi, deyək, psixoloji keyfiyyətlərdən irəli gələn bir kontekstdir. Mən buna qədər kitabım çıxmışdı, Kreml liderlərinin psixoloji portretləri, siyasi liderlərin psixoloji portretləri və o siyasi liderlərin psixoloji portretlərdə bir Mircəfər Bağırovda yer ayırmışdım. Təsəvvür edin ki, Azərbaycanda, yəni deyirlər, indi kitab
nə bilim satışı azdır filandır. Valla maraqlı mövzu olanda kütləvi bir maraq yaranır oxucularda da. Və bu mövzu ilə əlaqədar dedim, yox, bu artıq ciddi tədqiqat tələb edir. Sənəri günü məni itham etməsinlər ki, bu Adıgözəl müəllim özünün təfəkkürünün yaxud da ki, təxəyyülünün məhsuludur. Və elə mən hələ 2000-ci illərdən arxivlərə getməyə başladım. Və arxivlərə gedəndə artıq o materiallarla tanış olanda, o Əziz Əliyevindən əlaqəli materiallar görəndə sanki də nəsə bir şey tapmış kimi sevinirdim. Çünki o atamdan qalma ki, bir deyək, bir sevginin, məhəbbətin, rəğbətinin timsalında elə bir atamın qarşısında bir vəfa borcu kimi. Amma mən materiallarla tanış olduqca, dərinliyə getdikcə gördüm ki, bu həqiqətən də tək atamın sevgisi yox, bütün xalqın sevgisini özündə əks etdirən bir siyasi şəxsiyyətdir. İctimai siyasi şəxsiyyətdir. Və bunun həkim kökənli olmağı məni daha çox sevindirirdi. Daha çox bilirsiniz, qürrələnirdim, daha çox həvəslənirdim. Yəni bu sizin əlinizdə gördüyünüz kitab bu 1 ilin, 2 ilin məhsulu deyil. Bu mən tam səmimi deyirəm, 20 ilin məhsuludur. Yəni bunu bitdə materialları yığa, təmizlə. Çünki Əziz Əliyev şəxsiyyəti o qədər məsuliyyət tələb edir ki, yəni orada zərrə qədər səhvə yol verə bilməzsən. Hər bir deyilən fikrin arxasında onu təsdiq edən sənəd və yaxud da ki, canlı şahidlər olmalıdır. Mən daha çox sənədlərə üstünlük verirdim. Siz təxminən hansı arxivləri araşdırdınız? Mən Azərbaycanda, yəni mən Moskva arxivlərində də işləmişəm, Azərbaycan arxivlərində də işləmişəm və açığı sizə deyim ki, xüsusən Əziz Əliyevin Azərbaycan arxivlərində materialları daha çox zəngindir. Dağıstan arxivləri də var. Dağıstan arxivlərinin materiallarını bilirsiniz, daha çox Mərkəzi Komitənin o vaxtda Dağıstan deməli Abkom deyirdilər də. Partiya komitəsi. Hə, partiya komitəsinin materiallarıdır, sərəncamlarıdır. Onlardan istifadə eləmişəm. Amma Dağıstanda baş verən bir çox məsələləri Əziz Əliyevin müasirlərinin xatirələrindən götürdüm. Məsələn, kim idi? Əziz Əliyevin bir yerdə işləyən Nazirlər Sovetinin sədri Daniyalov. O vaxtki Dağıstan deməli Ali Sovetinin sədri Taxtarov. Bunların bu canlı xatirələr kimi, yəni onunla baş verən deyək siyasi proseslərdən kənar, həyatda baş verən məsələlərlə bağlı. Və mən düşündüm ki, qarşıdan görkəmli xadimimiz Əziz Əliyevin 130 illiyi gəlir. Və bu 130 illiyə hazırlıq məqsədilə bütün yığdığım materialları cəmlədim və bunu kitab şəklində saldım və tək Azərbaycan dilində deyil, kitab həm ingilis dilində. Məsələn, mənim əlimdə Türkiyə türkçəsindədir. Türkiyə türkçəsində Böyük Azərbaycan uğruna Əziz Əliyev kimi gedir. Yəni bunun Türkiyə türkçəsində, ingilis dilində versiyalarını hazırladıq və Azərbaycan ictimaiyyətinin, Azərbaycan deyək, düşünər insanlarının müzakirəsinə çıxartdıq və eyni zamanda da oxucularımıza təqdim etdik. Amma mən sizə deyim ki, doğrudan da sizin o araşdırmalarınız nəticəsində çox böyük və geniş faktlar əldə olunub. Hansı ki, mən verilişin əvvəlində də dedim, doğrudan da elə mənim özüm üçün də maraqlı oldu ki, bu faktlar belə deyək də, indiyə qədər arxivlərdə qalıb. Yəni ictimaiyyətə açıqlanmamış faktlardır. Bəli. Bu ümumiyyətlə bax Adıgözəl müəllim, çox qəribədir. İndi siz də həkimsiniz. Təbii ki, indi bizim bir çox həkimlərimiz var ki, ədəbiyyat sahəsinə, tarix sahəsinə, belə deyək də, maraqları olub, bu gün də var və onlar da müəyyən kitablar, hətta şeir yazanlar da var, mahnı bəstələyənlər də var. Bütün bunların hamısı təbii ki, bu yaradıcılığın məhsuludur. İnsanın öz üzərində əgər o işləməsi dayanmırsa, daim hərəkətdədirsə, hansısa bir məhsulu ortaya qoya bilir. Bax, bu indi biraz bu kitabın ərsəyə gəlməsi ilə bağlı dediniz. Atanız da həkim olub.
Amma ümumiyyətlə bu sahəyə maraq sizi hardan gətirdib çıxardıb? Ki, kitablar çap Bəli, elətdirəsiz, bəli, bəli. müəyyən istər ədəbiyyatımıza, istər tariximizə belə yeni faktlar verəsiz. Mən deməli Tibb Universitetində oxuyanda e, deməli bizim psixiatri üzrə mərhum professorumuz vardı, Ağabey müəllim. O Sultanov. Ağabey Sultanov. Ağabey müəllim məndə bir gün məni çağırdı ki, hadi güzel, mən məsələn dərs danışanda, cavab verəndə necə bu müşahidə eləyirmiş. Dedi mən fikir verirəm, sən gəl yaxşı olar ki, Azərbaycanda bu istiqamət yoxdur. Mən fikir verirəm ki, səndə bu danışığının deyək ardıcıllığından, fikir yükündən psixiatrda bu məsələləri Bəli. təhlil edə bilir. Gəl bizdə ümumiyyətlə mental portretologiya deyilən bir xətt var dünyada. Heç postsovet məkanında da bu elə geniş inkişaf eləməyib. Gəl sən bu istiqamət üzrə başda müəyyən bir ədəbiyyatlarla tanış olmağa. Məsəl üçün mənim yadımdadır ki, o dövrdə Freud, Jung, bunlar öz yerində də indi bu neyropsixologiya, deyək Lombroso, yaxud da ki Gliyerovski, yaxud da ki çoxdur da, yəni çox müəlliflər var. Bu məsələn mənə deyirdi və bu kitabları mən çalışırdım əldə eləyəm. Və elə mütaliə eləyə rəhmətli Ağabey müəllim mən dövrdə dedi, gəl sən artıq belə bir mövzu verim sizə. Siyasi liderlərin psixoloji portretləri. Hə, aydındır. İndi biraz əvvəl o danışdıqların indi aydın olur ki, hardan qaynaqlanır. Hardan qaynaqlanır və başladıq o vaxtı Azərbaycan dilində ilk dəfə siyasi liderlərin psixoloji portretləri mövzusunda tədqiqat aparmaq, sonra bunu mən kitab şəklinə saldım və həqiqətən də ictimaiyyət tərəfindən yaxşı qarşılandı və bu istiqamətdə artıq ardıcıl Kreml rəhbərlərinin psixoloji portretləri, sonra elə Moskvada Qafqaz liderlərin psixoloji portretləri və daha dərinləşdirərək mən hətta artıq dərslik yazdım universitet üçün. Beynəlxalq münasibətlərdə mental portretlər. Yəni siyasi liderlərin özünün fərdi keyfiyyətlərindən asılı olaraq ictimai siyasi proseslər onların təsiri. Və ən nəhayətdə isə artıq bunun son mərhələsi kimi mental mühəndislik bir kitabında, dərslikdir bunlar. Bunlar universitetdə bundan artıq mən dərs deyirəm. Təsəvvür edirsiniz, yəni ki, beynəlxalq münasibətlərdə oxuyanlara, yaxud gələcəkdə diplomatlara və başqa spesifik sahələrdə olan insanlar üçün bu çox vacib məsələlərdir. Xalqların xarakterləri, xalqları təmsil edən siyasi rəhbərlərin xarakterləri, ictimai siyasi proseslərdə yaxud kütlə psixologiya, bu çox maraqlı, çox incə bir məsələdir və bu siyasi liderlər mənim tədqiqat mövzularım oldu və onların da dediyim kimi elə əvvəldən əzzəlib mənə çox cəlb edirdi, çox çəkirdi. Bu kitabın ərsəyə gəlməsində təbii ki, yəqin ya hansısa bir şəxslərin də yəqin bir istiqaməti olub sənə ki, bu istiqamətdə getsən, bu istiqaməti götürsən, bu sahəni işləsən daha yaxşı olar. Bəli, mən tədqiqatlarım çoxsaylı tirajlarla postsovet məkanında yayıldı. Hətta mən Moskvada da, nə bilim o deyirlər, Moskovski Dom Knigi, deməli kitab evləri xətti ilə də kitablarım satılır. Hətta bir çox bizim Azərbaycan ziyalılarımız mənim kitablarımı Moskvadan alıb. Belə hallardan da biri, deməli Dilara xanım Seyidzadə, bizim tarix elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü. Bir kitablarıma, mənim bir Moskvada kitabım çıxmışdı. Dosye Rastrelyan Rukovetli Azərbaycana Mircəfər Bagirov. Azərbaycanın güllələnmiş rəhbərinin dosyası Mircəfər Bağırov adıyla bir kitabım çıxmışdı Moskvada. Və orada o vərəqləyəndə, orada da mən Əzzəliyevlə bağlı məsələlərə toxunmuşdum. Vərəqləyəndə həm də eyni zamanda onun atası ilə də bağlı bir məqam vardı. Dilara xanım. Dilara xanım, hə. Çünki Cənubi Azərbaycana Əzzəliyevlə gedən siyasi qrupların içərisində Dilara xanım atası Bağır Seyidzadə də vardı. Və Dilara xanım mənlə görüşməyə arzusunu bildirdi və biz görüşdük. Mən də dedik ki, gözəl, mən baxıram, sən həqiqətən də bu istiqamətdə çox uğurlara dəqiq
yazırsan və uğurlara nail olmusan, mən istəyərdim ki, baxmayaraq özü tarix elmləri doktoru, heç mən tarixçi deyiləm, Bəli. amma yetərincə tarix yazan həkimlərimiz var. Əli bəy Hüseynzadədən Zübəri Əziz Əliyev həmçinin tarix yazmış bizim ictimai siyasi xadimlərdir. Dedi ki, mən atamın şəxsi arxivini sizə vermək istəyirəm. Xüsusən onun Cənubi Azərbaycandakı bir müddət fəaliyyəti, o bir müddət Təbrizdə də konsul olmuşdu və Əziz Əliyevin kadrı idi. Hətta Əziz Əliyevin təqdimatı ilə deməli 41-ci ildə onun atası Bağır Seyidizadəni Moskvaya diplomatik məktəbdə təhsil almağa göndərmişdi. Səbəbi nə idi? Çünki Sovet səfirliklərinin əksəriyyətində erməni əsilli tərcüməçilər idi. Orada da bilirsiniz, Seyid Cəfər Peşəvəri firqəsinin hələ formalaşma vardı, amma bunun artıq rüşveymi qoyulurdu. Və bunlar bir çox hallarda Azərbaycan milli şuurunun, cənubda daşıyıcıların fikirlərini təhrif formada tərcümə edib səfirliyə verirdilər. Səfirlik də Moskvaya göndərirdi və burada da elə bir fikir yaradıldı ki, sanki Əziz Əliyev orada bir millətçiliyin formalaşmasını həyata keçirir. Əslində bu da vardı. Çünki Əziz Əliyev görür ki, Azərbaycanlıları qorumaq üçün bu və ya digər formada Sovet deyək, oradakı dislokasiya olmuş hərbi qüvvələrinin müəyyən ekipirovkalarına milli Azərbaycan qüvvələrinə verilməsini təşkil edirdi. Özlərini qorumaq üçün. Amma Əziz Əliyev bu boşluğu gördü ki, yəni bizə həqiqətən də fars dilini bilən milli kadrlar lazımdır və Bağır Seyidizadənə tapşırıq verir ki, sən təcili Moskvaya get, Moskvada sürətləndirilmiş fars dili öyrənilməsi üzrə kursları keç və gəl biz burada doğru dürüst öz milli kadrlarımızı səfirliklərə yerləşdirək. Və bir müddətdən sonra da həmin kişi Bağır Seyizadə hətta bir müddət Təbrizdə konsul vəzifəsində deməli icra elədi və onun böyük fəaliyyəti oldu. Hacı müəllim, siz Dilarə xanım Seyidzadənin adını çəkdiniz. Həqiqətən də Dilarə xanım özü bir məktəbdir. Dilarə xanımla biz çox ünsiyyətimiz olub, bu gün də var. Dilarə xanımla biz çox şey öyrənirik. O Ulu Öndər Heydər Əliyevin köməkçisi olduğu zamanlarda belə çoxlu sayda bizim Ulu Öndərlə deməli mən onda Azərbaycan Dövlət Televiziyasında AzTV-də işləyirdim. Çoxlu səfərləri müşahidə etmişik və Dilarə xanım o vaxtı həqiqətən də hər birimizə çox böyük belə deyək, o mənəvi yardımlar göstərirdi. İnformasiyaların çatdırılmasında, o informasiyaların doğru, düzgün və vaxtında operativ çatdırılmasında Dilarə xanım bizə bir örnək idi və bizə çox böyük istiqamətlər verirdi. Və bu gün Dilarə xanımla da hər hansı bir mövzuda söhbət aparanda nə qədər bu insanın dərin biliklərə, ondan sonra necə deyim, əsl Azərbaycan xanımına layiq olan əlamətlərə malik olan bir şəxsdir. Buradan biz Dilarə xanımı da salamlayırıq və Əlbəttə. bu da başqa bir ensiklopedik xanımdır. Bəli, bu da başqa bir mövzudur. İnşallah o barədə danışarıq. O barədə də gələcəkdə biz danışarıq. söhbətimizi apararıq. Bax, mən indi baxıram bu deməli böyük Azərbaycan naminə Əziz Əliyev bu həqiqətən də bizim bu tarixi şəxsiyyətlərimizi gənc nəsillərə tanıtmaq, onlara bu istiqamətdə müəyyən biliklər vermək çox vacibdir. İndi düzdür, belə deyirlər ki, biraz əvvəl siz də dediniz, kitab oxuyan azdır, amma maraqlı kitablar həqiqətən də oxunur. Amma bugün təkcə kitab deyil, sosial şəbəkələrdən, televiziyalardan, ayrı-ayrı filmlər vasitəsilə də gənclərimiz müəyyən belə deyək də biliklər əldə eləyə bilər. Məsələn, elə bir fikir varmı ki, tutaq ki, bir ssenari hazırlansın və belə bir kitablarla bağlı
istər sənədli film, istər Bədii film. bədii film, hansı sahədə olur olsun, belə bir ümumiyyətlə fikir varmı? Bilirsiniz, var, belə bir təkliflər var. Məsəl üçün, bu Böyük Azərbaycan naminə bu məndə silsilə şəklində gedib. Məsəl üçün, əslində bu kitabın mənim əlimdə olduğu materialların kitab şəklində salınmağında elə bayaq qeyd etdiyimiz Dilarə xanımda böyük tövsiyələr oldu. O da bu istiqamətə böyük ehtiyac olduğunu bildirdi. Çünki biz deyirik indi Böyük Azərbaycanı praktik olaraq ideyanın həyata keçirənlər kişilər olub. Və o kişilərin də başında bax Əziz Əliyev gəlir. Çünki bu kitabın indiyənə qədər yazılan kitablardan fərqi nədədir? Bilirsiniz, Əziz Əliyev haqqında kitablar yazılıb bu günə qədər. Məsəl üçün, bəziləri povest yazıb, bəziləri kimisə xatirələrin qeyd edib, yaxud da avtobiografik tərcümi hal kimi təqdim edib. Amma Əziz Əliyevin ictimai siyasi proseslərinin bir retrograd kontekstində və tarixi sənədlərə söykənərək bu şəkildə təqdimatı həyata keçirilməyib. Burada məsəl üçün çox məqamlar var. Burada daha Əziz Əliyev həqiqətən də Dağıstan xalqını faktiki sürgündən qurtarır. Sürgündən qurtarır. Hətta bunun, baxın deyirik, bunun hadisəsi necə baş verir, bunu çox adam bilmir. Necə oldu Əziz Əliyev getdi Dağıstana çıxdı? Necə oldu Cənubi Azərbaycandan buna qarşı ittiham kampaniyalar artdı. Orada Cənubi Azərbaycan milli siyasəti həyata keçirirdi. Deməli bu hamısı bu kitabda cəmləşib. Bəli, məsələn Sovet dövlətinin İrandakı səfiri Smirnov konkret olaraq Əziz Əliyevə qarşı non grata siyasəti həyata keçirirdi. Və onun haqqında o qədər danoslar yazırdı ki. Və Əziz Əliyevə qarşı, Əziz Əliyev faktiki olaraq deyirdi ki, biz Sovet siyasətini deyil, Azərbaycanın milli siyasətini burada həyata keçirməyə gəlib. Burada yeni bir Azərbaycan dövləti yaratmaq istəyir. Başa düşürsünüzmü? Və eyni zamanda onun sonradan Mərkəzi Komitənin katibi seçilməsi və Dağıstana getməsini, mən istəyirəm bu əhvalatı danışım, əgər etiraz etmirsinizsə, vaxtımız varsa. Ya bunu başqa bir vaxt danışaram mən. Deməli, təkliflər var, qısaca onu deyim ki, təkliflər var. Belə bir Əziz Əliyevin 130 illiyi qarşıdan gəlir. Bu 130 illiyi ilə əlaqəli bir fundamental bir tədqiqat əsərini, deyək ki, sənədləşdirilmiş formada bir sənədli filmə çevrilməsi təklifi var. Və mən əslində buna çox sevinərəm. Çox sevinərəm. Çox gözəl, Adgüzəl müəllim. Mən belə başa düşdüm ki, bu doğrudan da sizin bu əsəriniz, sizin bu kitabınız çox böyük tədqiqatlar nəticəsində ərsəyə gəlib və burada Azərbaycanın çox böyük şəxsiyyətlərindən biri olan Əziz Əliyev haqqında arxiv sənədlərində çoxlu, belə deyək də, işləmisiniz, müəyyən faktları üzə çıxartmısınız. İndi bayaq misal çəkirdiniz ki, bəlkə bu faktı deyim, indi burada o qədər faktlar var ki, faktlar, bəli. onu bir verilişə, bir söhbətə, müzakirəyə sığışdırmaq mümkün deyil. İndi inşallah sizin indi o istəyiniz, o arzunuz da yerinə yetərsə, o filmlərdə, ya sənədli filmlərdə, indi hansı olur olsun, orada yəqin ki, bu faktlar deyiləcək. Amma gələcəkdə də bu faktlarla bağlı ayrı-ayrılıqda söhbət eləmək olar. Və mən əgər sizin başqa bir fikriniz bu barədə yoxdursa, suallar çoxdur. Mən fikirləşirəm ki, bu hər bir detala biz vaxt ayırsaq, həddindən artıq uzun vaxt gedəcək. Şübhəsiz. Amma yekun olaraq növbəti planlarınız, növbəti işləriniz nədən ibarət olacaq? Qısa olaraq. Mən növbəti elə inşallah bu kitabın əsasında ssenari də hazırdır. Ssenarini yazmışam. Çox arzuyardım ki, bir filmə keçirilsin.
bu sənədli film də ola bilər. Və film şəklində siz kitabın deyək tirajının bir məhdudiyyəti var. Amma televiziyanın çatdırılma gücü daha çoxdur və həm də həqiqətən də əziz eləyim, bu xalqımız qarşısında, xalqımızın, Azərbaycan xalqının tərəqqisi, formalaşması istiqamətində o qədər xidmətlər vardır ki, mən istəyərdim ki, gənc nəsilimiz bunu bilsin. Gənc nəsillərimiz bu xalqın yolunda, yəni deyək ki, bu böyük Azərbaycanımız uğrunda düşünən ictimai-siyasi xadimlərini yaxından tanısın. Çox sağ olun, təşəkkür edirik. Sizə də uğurlar arzulayırıq. Yenə deyirəm, bu maraqlı məqamlar çoxdur və mənim üçün də həqiqətən bir həkimin bu qədər tarixə, ədəbiyyata meyl göstərməsi və hətta öz vaxtını, müəyyən hissəsini bu sahəyə ayırması çox maraqlı və düşündürücü məqamlardandır və mən sizə bir daha yaradıcılıq uğurlar arzulayıram. Yəqin ki, növbəti görüşlərimizdə yeni əsərlərlə ekran qarşısına çıxacağıq. Hörmətli tamaşaçılar, bir daha xatırladıram ki, biz Açıq Tribuna verilişində çalışırıq ki, maraqlı məsələləri müzakirəyə çıxardaq. Biz məsələn, hər hansı bir uşaqdan tutmuş, əgər onun hansısa bir sahədə bir yeniliyi varsa, əldə etdiyi uğurlar varsa, uşaqdan tutmuş ta yaşlı nəslə qədər orada söhbət ondan getmir ki, o hər hansı bir sahənin ya alimi olsun, ya mütəxəssis olsun, ümumiyyətlə maraqlı məqamlar xalqımız üçün, dövlətimiz üçün, cəmiyyətimiz üçün maraqlı nə varsa biz onu dinləməyə hazırıq və onu tamaşaçılara təqdim etməyə hazırıq. Əgər istəyiniz bu sahədə olarsa, onda bizim TV1 ünvanına hər hansı bir fikrinizi yaza bilərsiniz. Bir daha xatırladıram ki, biz bugün Böyük Azərbaycan naminə Əziz Əliyev kitabının müəyyən məqamlarını, onun ərsəyə gəlməsindən tutmuş, ta sonuna qədər olan məqamları toxunmaq istədik. Bilmirəm nə qədər buna nail olduq, amma müəllif Adgözəl Məmmədov bir çox məqamları bizimlə birlikdə açıqladı və Adgözəl müəllim, bir daha təşəkkür edirik sizə. Çox sağ olun. Yenə də Mən sizə təşəkkür edirəm. yaradıcılıq uğurlar arzulayırıq. Çox sağ olun. Çox Hörmətli hakiməm. tamaşaçılar, sağ olun. Növbəti görüşənədək.